Salam əziz şagirdlər, hər vaxtınız xeyir olsun. Xoş gördük hər birinizi. Bugün sizlərlə bərabər 6-cı, eyni zamanda 7-ci sinif liseylərə qəbul imtahanında düşə biləcək sualların izahını vermiş olacağam. İyun ayı boyunca çalışdığım qədərinə sizlərə dəstək məqsədi ilə bu tipli izahlar, videolar kanalda yüklənəcək. Siz isə videomu bəyənirsiniz, paylaşırsınız ki, daha çox şagird və yoldaşlarınız buradan faydalanmış olsun. Hər hansısa bir qaranlıq qalan sual, vermək istədiyiniz suallar olanda da Orxan Əli Telegram kanalına göndərə bilərsiniz. Növbəti izahları çəkərkən həmin göndərdiyiniz suallardan da izahını vermiş olaram sizlər üçün. İmtahana az bir müddət qalıb. Bilirsiniz ki, riyazi təfəkkür adından, həm riyazi təfəkkür adında, həm riyaziyyatdan, həm də məntiqdən suallar düşür. Mən izah edəcəyim suallar daha çox məntiq yönümlü suallardır. Baxın, izləyin. İnşallah ki, qəbulda da bu tipli suallar qarşınıza çıxanda çox rahatlıqla həll eləmiş olasınız. Baxaq ilk sualımıza. Deyir ki, Leyla ədədin rəqəmlərini toplayır. Cəm 9-dan böyük olarsa, tək rəqəmli bir ədəd alınana qədər ədədin rəqəmlərini yenidən toplayır. Leyla 1-dən 100-ə qədər olan ədədlərdə bu əməl etdiyindən neçə dəfə bir ədədini əldə edər? Sualı birinci dərk eləmək lazımdır. Yadda saxlayın, sualı dərk eləmək demək olar ki, onu 70% həll eləmək deməkdir. Bəzən tələbələr şagirdlərimiz sualın şərtini başa düşmürlər. Ona görə biraz çətinlik çəkirlər. İndi burada böyütməyə də ehtiyac yoxdur. Sadəcə cümlə-cümlə oxuyun, həzm eləyin cümləni. Nə deyir? Ondan sonra növbəti cümləyə keçərsiniz. Belə hamısını birdən oxuyum, birdən başa düşməyə çalışım, alım adı keçim elə eləyib misalı heyf eləmək olmaz. Deməli, 1-dən 100-ə qədər mən bilirəm ki, 1 və 100 aralığında ədədlərdən istifadə eləməliyəm və ədədin rəqəmlərini toplayır deyir. Ədədin rəqəmlərini toplayırsa, tutaq ki, 37. 37-nin rəqəmlərini toplasam neçə eləyər? 10. Və yaxud da ki, 48. 48-in rəqəmlərini toplasam neçə eləyər? 12. Bu formada deyir, rəqəmlərini toplayır. Və bu zaman rəqəmləri toplayarkən cəm 9-dan böyük olarsa, tutaq ki, 36. 36-nın rəqəmləri cəmləçədir 9. Artıq cəm 9-dan böyük olarsa şərti bu 36 rəqəminə aid deyil. Niyə? Çünki 3 ilə 6-nın cəmi 9 eləyir, 9-dan böyük deyil. Əgər 9-dan böyük olarsa, tək rəqəmli bir ədəd alınana qədər nə edir? Ədədi rəqəmləri yenidən toplayır. Misal üçün 87. 8 ilə 7-nin cəmi neçə? 15. Gördünüz, 2 rəqəmlidir. Mən bir rəqəmli almaq üçün davam elətdirməliyəm. İndi yəni 15-in bir rəqəmlərini toplayıram, 1 ilə 5 eləyir neçə? 6. Deməli, burada sona çatdı əməliyyat. Amma məndən nə istəyir? Diqqətlə baxın, məndən onu istəyir ki, 1-100 aralığında bu prosesi tətbiq eləyəndə, bu prosesi neçə dəfə bir ədədini əldə edərəm. Biz onları tapmalıyıq. Onu da tapmaq üçün təbii ki, birinci bir rəqəmi ilə özünü götürürük. Birin rəqəmləri cəm ilə 1-dir. Daha sonra 10 rəqəmini götürürük, ədədini daha doğrusu. Çünki 10-la 10-dakı rəqəmləri toplasam 1-lə 0 yenə nəyə vermiş olacaq? 1-i vermiş olacaq. Bunu götürəndən sonra təbii ki, bununla bitirmi? Bir də bəzi tələbələr, şagirdlərimiz nə edir? Deyir, bu ikisindən kifayətlənir. Və cavablarda 2 olsa 2-ni götürərdi. Xeyr. Axı, deyirdi ki, bu burada boş-boşuna verilməmişdir. Axı, 9-dan böyük olarsa. Deməli, burada hər hansı bir məqam da var. Hansı məqamdır? Hansı ədədlərdir ki, cəmi 10 eləyir. Onu tapmalısan ki, yenə də 10 2 rəqəmli ədəd olduğuna görə, yəni 9-dan böyük olduğuna görə bir dəfə də toplananda yekunda yenə nəyi almış olacaqsan? 1 almış olacaqsan. Ona görə 10-dan sonra hansı 19, sonra 28, daha sonra 37, 46, 55, 64, 73, 82, 91 rəqəm ədədləri də bu şərtə uyğun gələn ədədlərdir. Bunlar rəqəmlərini toplasam neçə eləyər? 10. 2 rəqəmli olduğuna görə bir də toplasam eləyəcək 1. 2 ilə 8-in cəmi 10. Yenə 2 rəqəmli bir dəfə də toplayırsan 1 ilə 0 eləyir 1. Hamısında bu formada gedir deyib çox da vaxtınızı almaq istəmirəm. Hamısında 10, 10, 10, 10, 10 eləyir və yenə də tamamlamaq üçün nə etmək lazımdır? Həmin hissədə qiymətləri düzmək lazımdır. Burada bir məsələni də yada saxlamaq lazımdır əsas nüanslardan. 100-ü götürəkmi yoxsa götürməyəkmi? Yada saxlayın, bu aralıq verəndə mən 1-i götürmüşəmsə deməli 100 də götürməliyəm. 1-100 aralığı deyirsə həmin ədədlər də aid edilir. Yəni 91-dən kifayətdən biri eyni zamanda 100-ü də götürmüş oluruq. Saysaq neçə dəfə bir ədədini əldə edər deyir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11 və 12 dəfə nə eləmiş olar? Bu ədədi əldə eləmiş olar. Bəzən tələskənlikdən sadəcə 1, 10 və 100-ü götürüb 3 götürənlər də var.
Amma bunu belə eləmək olmaz. Digər rəqəmləri cəmi 10 ilə ədədləri də yaddan çıxartmaq olmaz. Aşağıdakı ədədlər müəyyən qaydaya görə düzülüb. 20-ci sıranın ortasındakı ədəd neçə olar deyir. Bu tipli suallarda mütləq şəkildə bir qanuna uyğunluq çıxartmalısın ortaya. Yoxsa 1, 3, 5, 7, 9, 11, 13, 15, 17, sonra gətirin buraya yazım 19, 21, 23, 25, 27, 29, 31, sonra yenə uzadı gedin. Bu formada gedib onun 20-ci sıraya çatmaq olarmı? Təbii ki, olmaz. Bu tipli suallarda bir qanuna uyğunluq çıxartmalısan. O qanuna uyğunluğu da artıq görmək lazımdır. Bəzən ortada qeyd olunur, bəzən kənardakı rəqəmlərdən istifadə edərək tapmış oluruq bu hissələri. Buradakı misalımızda isə bu 1, bu 5, bu 13 rəqəmlər ədədlərinə diqqətlə fikir versək oradan tutmaq olardı. 1 nədir? 0-ın kvadratından 1-in kvadratının cəmi. Buradan o qədər də birincidən görmək olmasa da, və yaxud da ki, bilmirsə, indi bu üsulu gördünüz, yadda saxlayın. 13 hissəsindən daha yaxşı görmək olardı. Və yaxud da ki, elə burada 25 yazandan sonra növbət hissədən görmək olur. Ən azından bir zərgəni yazıb, maksimum 1 dəqiqə vaxtınız alır. Daha da konkretləşdirə bilərsiniz. Yəni, buranın 100% 25 olduğunu. 13 nədir? 2-nin kvadratından 3-ün kvadratının cəmidir. 25 nədir bəs? 4, 3-ün kvadratından 4-ün kvadratının cəmidir. Yəni, neçənci cərgədə durursa, ondan əvvəlki cərgənin sıra nömrəsindən özünün sıra nömrəsinin kvadratları cəmidir. Məsələn, bu 1 neçənci cərgədədir? Birinci. Deməli, bu özündən əvvəl 0-cı, bir də özünün, yəni birincinin kvadratları cəminə bərabər edir 1. Bu 5 neçənci cərgədədir? İkinci cərgədə. Onda olacaq nə? 2-nin kvadratı üzərinə bir də özündən bir əvvəlki. 2-dən əvvəlki hansı sıradır? Birinci sırada 1 kvadratı cəmi neçə eləyir? 5 eləyir. 13 neçənci cərgədədir? Üçüncü. Onda 3-ün kvadratı üzərinə gəl. Özündən əvvəlki cərgə neçənci cərgədə? 2. 2-nin kvadratı bərabər neçə? 13-ə. 25. 25 neçənci cərgədədir? 4-cü cərgədədir. Baxın, bu 1-ci cərgə, bu 2-ci cərgə, bu 3-cü cərgə, bu da 4-cü cərgədir. 4-cü cərgənin, yəni 4-ün kvadratı üzərinə gəl. Özündən bir əvvəlki. 4-dən bir əvvəlkinə də 3-ün kvadratı. Toplasan neçə eləyər? Həqiqətən də 25-i vermiş olar. İndi biz hamısını bu formada gedəcəkmi? Xeyr, axıra qədər getmirik. Bizdən neçəncini soruşur? 20. Bu qaydanı tapandan sonra istəyir 80-cini soruşsun, sizin 1500-cünü soruşsun. Nə fərqi var? Yəni də qayda ilə çox rahat şəkildə tapmış olaraq cavabımız nədir? 20-ci sıranın ortasındakı ədəd neçə olar dediyinə görə mən nəyə götürəm? Bir 20-ci sıra dediyinə görə elə 20-nin kvadratı üzərinə gəl. Bir də nə edirdik? Özündən bir əvvəlki cərgənin kvadratı, yəni 19-un kvadratı toplayıram, ortada yazılacaq ədədi tapmış oluram. 20-nin kvadratı 400 eləyir, 19-un kvadratı isə 361. Toplasam 761. Deməli, 20-ci sıranın ortasındakı ədəd 761 olar. Necə tapdıq? Xüsusi bir qanuna uyğunluqla. Hər misalda da bu qanuna uyğunluğu tətbiq eləmək lazımdır. Yoxsa durub buradan tək-tək artıra 761-ə gedib çatmaq mümkündür. Amma imtahanda mümkün deyil. Çünki o qədər çox vaxtımız yoxdur. Vaxtla da yarışmağı bacarmalıyıq. Düzgün vaxt bölgüsünü eləməyi bacarmalıyıq. Üçüncü sual. 1-in 1-ə ölçülü, yəni 1 ölçülü vahid kublardan, bu nə deməkdir? Yəni n də, ünlülük də, uzunluq da 1-dir. Kublardan şəkildəki kimi 5 ölçülü kub əldə edilir. Daha sonra şəkildəki kimi rənglənmiş hissə deyərkən bu bunları nəzərdə tutur. Qarşı tərəfə qədər oyularaq deşik açılır. Yəni bu hissə var, bu pilosu gördünüzsə, deməli həmin boyun hamısı, yəni istəyir bax bu üstün olsun, bunun aşağısındakı üstün olsun, istəyir bunun, istəyir də bunun 5 dənə ən azından kvadrat görürsünüz də yuxarıda, düzdürmü? Kub görürsünüz. Onların hamısı düz qarşı üzə qədər oyularaq deşik açılır. Yəni orada hər hansısa bir ortalarda, hər hansısa bir kubun qalma şansı sıfırdır, yoxdur. Alınan fiqur neçə ədəd 1-in 1-ə ölçülü vahid kublardan ibarət olar? Yəni deyir ki, mən bax bu hissədəkilərdə kubları çıxardandan sonra yerdə qalan şəkildə neçə 1-in 1-ə kublar var, onu hesabla deyir. Gəlin hesablayaq, çətin bir şey yoxdur. Sadəcə diqqətli olmaq lazımdır. 2 dənə hissə ilə tapmış olacaq. Birinci hissələrdən ibarətdir. Diqqətlə baxsam görərəm ki, baxın bu hissədə belə bir kub var. 2-nin 2-yə. Diqqətlə baxanda görə bilərsiniz. 2-2-2-yə. Baxın 2 və 2. 2-2-2-yə olan hissədən neçə dənə kub var deməkdir? 8 dənə kub var deməkdir. Siz saya da bilərsiniz. 1, 2, 3, 4, 5, 6, 7, bir də 16-dakı 8. Deməli, kubun hər tilində nə qədər var? 8 dənə. Deməli, 8-i buradadırsa, 8-i də buradadır, 8-i də buradadır, 8-i buradadır, 8-i buradadır, 8-i buradadır, 8-i buradadır. Bir də arxa tərəfdə görsəm, yəni 100 var. 8-i də oradadır.
Deməli, neçə dənə til var? 8 dənə. 1, 2, 3, 4, 5, 6, 7, 8. Vurursan 8 vurulsun 8 bərabər neçəyə? 64. Deməli, bu künclərdə olan hissələrdə 64 dənə birin-birə kublar var. Bununla yekunlaşırmı? Təbii ki, xeyr. Diqqətlə baxmaq lazımdır. Bir də əlavə olaraq, yəni cavablarda fikir versəz 64 cavabını da verir, amma cavabımız 64 deyil təbii ki. Bir də hansı hissələrdir? Baxın, bu kublar. Gördünüz, bunu biz saymamışdıq ki, xeyr. Amma diqqətli olmalısınız burada da. Niyə? Çünki burada bir dəfə sayanda, üst-üstdən sayanda buranı da saymaq olmaz. Çünki bu eyni kubdur da, sadəcə 200-ü görsənir. İndi bir dəfə bunu 1, burada da 2 hesablayacaqsan bunu. Yox, söhbət kubun sayından gedirsə, bunu 1 qəbul edirsən. Bax, bu 1, bu 2, bu 3, bu 4. Diqqətli oluruq, bu tərəfə keçəndə buna 5 demirəm. Niyə? Çünki onu artıq hesablamışam. Buna yazıram 5, buna yazıram 6, bura yazıram 7. Sonra yuxarıdakıları üzrə hesablayanda nə bunu hesablamayacaqsan, nə bunu hesablamayacaqsan. Çünki artıq onu sayıbsan. 7-də qalmışdıq. Bura 8 yaza bilərsən. Burada 9 yaza bilərsən. 8, 9. Bundan bitirmi? Xeyr. Bizim görmədiyimiz görsənən üzü isə yaddan çıxartmaq olmaz. Yəni sən şəkilə baxanda ola bilər ki, görmüsən arxa tərəfi. Normal olaraq görməməlisən də. Amma onu yaddan çıxartmalıyıq, saya qatmamalıyıq. Xeyr, qatmalıyıq təbii ki. Yoxsa yəni mümkün deyil ki, yəni bunu sənə şəkildə hamısının göründüyü bir forma versin. Ona görə mütləq şəkildə görsənməyən üzü də yaddan çıxartmaq olmaz. 9 dedik. Söhbət bu yandakı üzdən getsə, ən aşağıdakı 10-uncu olur. Ən aşağıda elə bir sanki bax bu hissədən söhbət gedir. 10. Sonra bu həmin üzün bu yan tərəfindəki olur 11. Bir də arxa üzün ən aşağısından, yəni bax bunun qarşı üzündən söhbət gedir. Bunun qarşı üzündəki də olur 12-ci kubumuz. 64-ün də üstünə 12 gəlirsən, eləyir 76. Deməli, burada belə bir oyuqlar açılandan sonra, deşik yaranandan sonra, deşik açılandan sonra yerdə qalan, kubda olan, birin biri olan kubların sayı 76 dənədir. Cavabımız olur D variantı. Bax belə. Dördüncü sual da çox maraqlı suallardandır. Çaşdırıcı sualdır. Maksimum diqqətlə qulaq asın. 250, 300 və 350 metrlik metal parçalarını usta bərabər hissələrə bölməlidir. Etdiyi hər kəsimə görə usta kim manat pul alır? Verilən metal parçalarının kəsilməsindən usta ən az nə qədər pul qazanacaq? Deməli, ən az söhbət getdiyinə görə, ən az puldan söhbət getdiyinə görə. Deməli, burada da metal parçalarını ən az neçə hissəyə bölə bilərəm, onu tapmalıyam. Çünki ən az neçə hissəyə bölünməlidir, onu tapmalısan ki, ən az pul məbləği qazanmış olsun, düzdürmü? Amma burada belə bir hissə qeyd edir ki, usta bərabər hissələrə bölür, bərabər hissələrə. Deməli, mən ən az kəsimi aparmaq üçün buradakı rəqəmlərin əbobunu tapmalıyam. Ən böyük ortaq böləni tapmalıyam ki, ən böyük ortaq bölünən sayəsində bunlar ən kiçik hissələrə bölünsünlər. Dediyimi dərk eləməyə çalışın. 250, 300 və 350-ni əbobunu tapmalısan ki, sən ondan, yəni o tərəfə böyük kəsimlər olmasın. Çünki mənə böyük kəsimlər lazımdır ki, ən azından böyük, daha doğrusu ölçülər lazımdır ki, az sayda kəsim olsun. Çünki məndən istəyir ki, ən az nə qədər pul qazanar, yəni azı nə qədər pul qazanar, onu tapın buradan. Ondan görə də hesab baxsaz elə görünür, hesablama ehtiyac yoxdur. 250, 300 və 350 üçün əbob nədir? Ən böyük ortaq bölən 50-dir. 50-dən yuxarı heç bir qiymət bunların ortaq böləni deyil. Nə 100, nə 150 heç biri deyil. Ona görə 50-dir və 50-ni götürəndən sonra əksər şagirdlərimiz bölə bilər. 250-ni 50-yə böləndə 5 dənə, 300-ü 50-yə böləndə 6 dənə, 350-ni 50-yə böləndə 7 dənə kəsim olar deyirsiniz, ay müəllim. 5, 6, 7-ni toplayaram, eləyər ümumilikdə 18 kəsim. 18-i də 2-yə vuraram, 2 manatdan qazanır. Deyirlər 36 cavab B bəndi. Xeyr, belə eləmək olmaz. Niyə? Çünki kəsimdə çox incə bir hissə var ki, yəqin ki bilirik, bilmiriksə öyrənək. Mən tutaq ki 5 parça almaq istəyirəmsə, onda 5 dənə kəsim aparmağıma ehtiyac yoxdur. Bir dənə kəsim aparanda 2 parça yaranır. Və yaxud da ki, bir düz xəttə 2 kəsim aparanda 1, 2, 3 dənə parça yaranır. Bir kəsim, bir düz xəttə 4 dənə kəsim aparanda 5 parça yaranır. Mən bilirdim ki, hamısı bunun 50-50 bölünməlidir, düzdür? Bəli, 50-50 bölünəndə burada 5 parça, burada 6 parça, burada 7 parça olur. Amma 5, 6, 7 parça olmağı, 5, 6, 7 kəsim aparılmağı demək deyil. Kəsim ayrıdır, parça, hissələr ayrıdır. Ona görə yadda saxlayırıq ki, həmin bu hissədə bax 5 parçanı almaq üçün 4 kəsimə ehtiyacım var. 6 parçanı almaq üçün
5 kəsimə ehtiyacım var. 7 parçanı almaq üçün isə 6 kəsimə ehtiyacım var. Yəni həmişə bir vahid aşağısı olmuş olur. Bunları toplayırsan eləyir neçə? Buna bir x qoyaq. 4, 5, 6 eləyir 15. Deməli, ümumilikdə 15 dənə ən az, yəni nə qədər az edirsə eləsəm 15 dənə kəsim aparmalıdır. Hər kəsim də 2 manatdan olduğuna görə 15-də vururam 2 eləyir nə qədər? 30 manat. Gördünüz, bəlkə 36 yox. Cavabımız olur hansı variant? A variantındakı 30 kəsimlə parçanı qarışdırmaq olmaz. 5-ci sual demək olar ki, imtahanda faizlə bağlı suallar çıxır qarşımıza. Çətin bir faiz sualı deyil. Sadəcə diqqətli olmaq lazımdır. Yəni 200 manat qoçaqlıq edib 10% qalxdı, sonra yenə 10% qalxdı, cəmi 20% elədi, sonra 20% üstü yəqin ki, dəyişməz deyib 200 manatı qaçıb işarələmirik. Diqqətli oluruq, çünki faiz artdıqca yeni bir ədəd alınır. Yeni bir ədədin faizi düşəndə isə daha çox düşmüş olur. Ona görə bunu nəzərə almaq lazımdır. İndi 200 manat olan malın qiyməti əvvəlcə 10% qalxdı deyirsə, bunu iki formada tapa bilərsiniz. Məndən sizə məsləhət, daha sürətli işləmək istəyirsə, 10% qalxdı deyirsə, 200-ün elə birbaşa %110%-ni tapsınız. Bəzən şagirdlərə qəbul edir 110% necədir? Niyə qəribə gəlir ki, gəlməsin? Yox, bu formada işləmək sizin üçün daha rahatsa əvvəlcədən lap yaxşı. Bu formada işləməyiniz daha üstündür. Birbaşa 200-lə ixtisacəti qaldı 220 bitdi, tapırsan. Yox, bir də var, bu üsul xoşuna gəlmirsə sənin, bu formada eləmək istəmirsənsə, 200 vurulsun %10, bu eləyir 20. 10% artım dediyinə görə tapdığın qiymətdə toplamalısan. 200-ün üstünə də 20 gəlsən eləyir 220. Bu sadəcə biraz işini artırmaqdır. Misalların sayını artırmaqdır, başqa bir şey deyil. Deməli 200-ün 10%-i qalxdı deyə 200-ün %110%-ni tapırıq, eləyir 220. Sonra deyək ki, sonra yenə 10% qalxdı. Yəni qiymətimiz var axı bizim 220. 220-ni yenə 10% qalxdı deyə %110%-ni tapmış oluruq. Burada 0-la bu 0, bu 0-la bu 0 getdi. 22-nin 11-ə vuranda edir 242. Deməli, hal-hazırda yeni qiymətimiz oldu 242 manat. Daha sonra nə baş verir? Daha sonra 20% düşdü. 20% düşdüsə 242-nin %80-ni tapırıq. Necə ki 10% qalxdı deyəndə 100-dən üzərinə gəlirdinsə, indi 20% düşdüyünə görə 100-dən 20% çıxsan 80, onun birbaşa 80%-ni tapmış olursan. %80-ni yəni tapmaq lazımdır. %80 də ixtisar gedər 20-yə. Burada qalar lap sıfıra getsək, indi 2-yə çarparsaq neçə qalar? 5-də 4 qalmış olar. Düzdür? 242-ni də 4-ə vursam, elə neçə 4 dəfə 2, 8, 16, 1 yadda 968. 968-də 5-ə bölsək, cavabımızı tapmış olarıq. 9-un içərisində 5 bir dəfə, 5, 4, 46-ın içərisində 8 dəfə, çıx, 48 dəfə yox, 9 dəfə. 9 dəfə 5-in 45, 1, 18, 3 dəfə, çıx 15, burada qaldı 3, bölünmədiyinə görə 0 artıram, tam artıram, olur 193,6, yəni 193 manat 60 qəpik. Artımları nəzərə almaq, azalmaları nəzərə almaq şərti ilə işləyirsiniz. 110%, misal üçün 70% artdı desəydi, mən onun %170-ni tapardım, birbaşa cavab alım deyə. Çox artım deyirsə, 100-ün üzərinə gəlibsən, hesablayırsan, %110, %120, azalmadırsa, neçəsə çıxırsan 100-dən, %80, 20% aldı, %80 yazdım. 45% azalıb desəydi, %55 hesablayacaqdım. Bu formada hesablayırsınız faiz məsələsində. 6-cı sual çox maraqlı və çox qəşəng suallardan biridir. Maraqlı bir nüans var burada. Deyir ki, 6 zərri şəkildə kimi bir-birinin üzərinə qoyulub, hər bir zərrin üzərinə 1-in qarşı tərəfində 6, 2-nin qarşı tərəfində 5 və 3-ün qarşı tərəfində 4 rəqəmi var. Burada məntiqini işlətməlisən ki, mən burada 21 üz deyərkən hamısını nəzərə almalıyam. Bir, bu məntiq. İkincisi də ki, hansı məntiq istifadə eləməlisən? Ən çox neçə ola bilər dediyinə görə artıq ən əlverişli çox vəziyyət hansıdırsa onları düşünməlisən. Birinci, bu 21 üz deyərkən nəyi düşünməlisən, nəyi nəzərdə tutur, onu baxaq. İndi sən şəkilə baxanda, indi ekrana baxanda hal-hazırda nə görürsən? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12-dən üz görürsən, düzdür? Deməli, söhbət bu 12 üzdən getmir. Əgər bunu 21 üz yazıbsa, deməli, bax, bu tərəfdən sadəcə sən indi görünüşdə yan tərəfi, yaxud ki, arxa tərəfi görə bilmirsən. Yəni, bayaqki sualda dediyim kimi, bunu sənə kitab şəklində elə göstərə bilməzlər ki, sən onun hamısını, bütün tərəfini görəsən. Onda gərək video formasına qoysun, orada mümkün deyil. 3 dənəsi də buradan gəlir, yəni arxadakı 600 də oradan gəlir.
21-ə tamamlanmış olur. Deməli, mən sanki bax bunun ətrafında fırlanıram. Yəni bunun yan tərəfində görürəm, bunu da görürəm. Sadəcə görmədiyim 3 dənə üz var. O 3 üz hansıdır? Bax bu yerə dirənən, yerə yapışan, yerə qoyulan hissəsi. 1, 2, 3 dənə alt tərəfdən söhbət gedir. Alt döşəməyə bitişik olan hissəsi. Yerdə qalan bütün hissələri görə bilirəm. Ona görə də 21 üzündəki rəqəmlərin cəmi ən çox neçə ola bilər onu soruşur. Daha yaxşı başa düşəsiz deyə bunları adlandırıram. Buna deyirəm A, B, C, D, Y və F. Əlimizdə 6 dənə kub var. Bir-bir incələmək lazımdır. Misal üçün A kubundan söhbət gedir. A kubunun neçə üzü görsənir və məndən ən çox neçə ola bilər onu soruşur. Mən bilirəm ki, qarşı üzlərin cəmi 7-dir. 1 ilə 6 idi, 2 ilə 5-dir, 3 ilə 4-dür. 1 6 neçə edir? 7. 2 ilə 5 neçə edir? 7. 3 ilə 4 neçə edir? 7. Qarşı üzlər 7-dirsə, deməli baxın bu hissə ilə onun qarşı üzü cəmi 7-dir. Bunun başqa forması ola bilməz. Bu üzlə bu tərəfin yenə qarşı üzü yenə cəmi 7-dir. Qalır bir dənə üst üz. Söhbət yenə buradan nədən gedir? Ən çoxdan gedir. Ən çoxdan gedirsə və mən məntiqi işlədərək bura 2 ilə 5 deyirəm, bura 3 ilə 4 deyirəm. Bu yerdə qalan üzləri isə 1 ilə 6 deyirəm. Yuxarıya 1 yazıram. Təbii ki, yox. Niyə? Çünki məndən ən çoxunu soruşur. Ən çoxunu soruşursa, o görsəməyən, bax bu üz görürsə, bunun qarşısı hardadır? İndi bitişikdə ora mən görə bilmirəm onu. Bax burdadır, altdadır, onu görə bilmirik. Mən bura niyə 1 yazım ki? Bura 6 yazım, aşağı tərəfi 1 düşünüm. Mənə lazımdır ki, görsənən üzlərdə ən böyük cəm hesablayım. 7, 7, 6 gəlir neçə eləyir? 20-ni vermiş olur. Deməli, A kubunda ümumi cəm 20 ola bilər, maksimum. Ondan yuxarısını heç cürə düşünə bilməzsən. Gəldim B-yə və C-yə. B ilə C eyni mövqedədir. İkisini ona görə eyni hesablayacağım. B-də tapdığın elə C-dəkində də aiddir. Neçə dənə üz görsənir? Baxın, bu 1 üz, yandakı 2 üz, bir də arxa tərəfdə indi görmədin, amma ümumiyyətlə görünən bir üz var da 3 dənə. Bunun, bax bu B yazdığımın qarşı üzü görsənir. Bu tərəfdən baxanda, düzdür? Deməli, 3 dənə üz görsənir. Mən düşünməliyəm ki, 3 üzə görə maksimum yaza biləcəyim cəm neçə olar? Təbii ki, bu üzlərin ikisi bir-birinə qarşı üzdür. Baxın, B yazmışam, bir də bu B-nin qarşı üzü, yəni onun arxa tərəfdəki. Nə verirsənsə ver, bura 6 versən, qarşı tərəfi 1 olacaq. Bura 5 versən 2 olacaq, 4 versən 3 olacaq. Yəni fərqi yoxdur. Qarşı üz mövqeyi gördünüzsə, çox da dirəşmək lazım deyil. Çünki qarşı üzlər həmişə 7 cəmini vermiş olur. 7 cəmi oradan gəlir. Qalır əsas məsələ nə? Bu yan tərəfdə hansı qiymət olsun? Təbii ki, ən böyükdən söhbət gedirsə, mən də yan tərəfə nə edəcəm? Yan tərəfə 6 qiymətini verəcəm ki, 7 plus 6 bərabərdir 13 cəmini almış olsun. Yəni bu B-yə də aiddir. Eyni zamanda C-yə də aiddir. Eyni proses təkrarlamaq istəmirəm. Yenə də C-də də bu üz var. Bunun qarşı üzü var. O ikisinin cəmi 13-ə 7 eləyir. 7 eləyir. Yan tərəfə də 6 yazıram ki, cəm neçə eləmiş olsun? 13 eləmiş olsun. Gəldik D və F-ə. D ilə F-in də mövqeyi eyni D, ikisini bir hesablayacağım. D ilə F-də fikir versəz 1, 2, 3, 4 dənə üz görsənir. Bu 4 dənə üz görsənirsə, mən bilirəm ki, D-nin qarşı üzü bu tərəfdə görsənir. 100% nə inirsən elə, oradakı ikisinin cəmi 7 eləyəsidir. Başqa heç bir qiymət ala bilməsən 7. Hə, burada olan üzlərə isə 1-nə, yəni bunları 3-lə 4 düşünəcəm. Buna 6, buna 5 versəm, həqiqətən ən çox qiymətləri görmüş olaram. Bu 6-nın qarşı üzü 1 aşağıdadır, görsənmir. Bu 5-in qarşı üzü bax 2 buradadır, görsənmir. Mənə nə lazımdır? Ən çox neçə ala bilərəm, həmin qiyməti hesablayım. 7 qarşı üzlərdən gəldi. Bunun başqa forması ola bilməz. Heç cür artıra bilməzsən. 6 ilə 5 də bu 200-dən gəlmiş oldu. Cəm elədi neçə? 11 ilə 18. Yəni F-də həminki qayda ilə. Bax, bura F yazılıb. Onun qarşısı oradadır. 1 ilə, daha doğrusu 3 ilə 4-ü düşünəcəksən oraya 7 eləyəcək. Plus, bura 6, burada 5 gəlib 11. Yəni də 18-ə bərabər olmuş olacaq. Bu da DF. Qaldı bir dənə Y hərfi. Y hərfinin isə sadəcə, yəni Y kubunun isə daha doğrusu 2 üzü görsənir. 1, Y yazdığım üz, bir də həmin o Y-nin qarşı üzü. Hə, burada istəsən 6 qoy, istəsən 5 qoy, istəsən 4 qoy, nə verirsən ver. 2 üzdən söhbət gedir və bu üzlər qarşı üzlərdir. Əgər bu üzlər qarşı üzlərdirsə, bunun 7-dən yuxarı olma şansı nə qədərdir? Heç nə qədər. Yəni 7-dir. 6 düşünsən 6 ilə 1, 5 düşünsən 5 ilə 2, 4 düşünsən 4 ilə 3. Bunun yəni bura nə düşünürsənsə düşün, qarşı tərəflərin bərabər cəmi həmişə 7-ni vermiş olacaq. Ona görə burada Y-nin yerinə də neçəni yazmış oluruq? 7-ni yazmış oluruq. Bitdi. Mən artıq bu kubların üzərində görə biləcəyim ən maksimum qiymətləri, yəni ən maksimum, yəni maksimum elə ən çox demək. Maksimum qiymətləri hesabladım.
görə biləcəyim hissələr bunlar oldu. 20, 43, daha doğrusu 33, 46, 46, 53, 36 da buradan gəlsin, eləsin 89. Deməli, 21 üzündəki rəqəmlərin cəmi ən çox neçə ola bilər? 89 ola bilər. Olmalı demir ha, çünki ola biləri soruşur ki, hansı ola bilər? Çünki konkret dəqiq bir şey yoxdur, sadəcə sən təxmin eləyirsən. Təxmini nəyə görə elədin? Ən çox neçə ola bilər onu soruşduğuna görə eləmiş oldun. Ən az soruşsaydı artıq onda 1-2 qiymətlərinə daha çox üstünlük vermiş olacaqdıq və o istiqamətdə hesablamış olacaqdıq. Bax belə, çox uzatmıram, biraz qarışıq gələ bilər, amma diqqətlə qulaq assaz o qədər də çətin sual deyil. 3 rəqəmli 5 ədədin ədədi ortası 250-dir. Bu 5 ədədin təhliklər mərtəbəsi 2 vahid artırılıb, onluqlar mərtəbəsi isə 4 vahid azaldılarsa, yeni ədədi orta neçə olar deyə belə bir sualımız var. Deməli, 5 ədədin ədədi ortası 250-dirsə, ixtiyari hərflər yazıram. A plus B plus C plus D plus Y. Bu olsun 5 dənə ixtiyari ədəd. Ədəd ortası 5 dənə olduğuna görə 5-ə bölürəm. Bərabər nəyə? 250-yə. Bu nə deməkdir? Mən hamısının cəmini tapmaq istəsəm, A, B, C, D, Y cəmi nəyə bərabər olacaq? 5 vurulsun 250. Heç bunu yazmağa ehtiyac yoxdur. Tam başa düşəsi də yazıram. 1250-yə. Deməli, bu 5 dənə ədədin ümumi cəmi 1250-dir ki, ədədi ortasını tapanda da 5-ə bölüb 250 qiymətini alıbdır. İndi mənə deyir ki, bu 5 ədədin təhliklər mərtəbəsi 2 vahid artırılır. Tutaq ki, yazıram bura 17, 19, 21, 23 misal üçün tam başa düşəsi də yazıram. Bunun təhliklər mərtəbəsi 5-dən dedim, 5-dən yazaq. Təhliklər mərtəbəsi 2 vahid artırılsa, 17 olacaq 19, 19 olacaq 21, 21 olacaq 23, 23 olacaq 25, 25 olacaq 27. Bu 2 artdı, bu 2 artdı, bu 2 artdı, bu 2 artdı, bu 2 artdı. Cəmi neçə artdı? 5 2 vur eləsin 10-da. Yəni bunu sadəcə indi göstərim, digərində eləməyəcəm onu. Tam başa düşəsi deyil. Yəni ümumi olaraq təhlik mərtəbəsini söhbət gedirsə, 2 vahid artırsa, 5 dənə də təsələ 5-i vurursan 2 eləyir 10. Bitdi. Yəni bir də burada bir oturum yazım orada qiymətləri, hansı qiymətlərdə onlar tapım, ehtiyac yoxdur. Ehtiyac yoxdur. 5-i 2-yə vurursan, niyə? 5 dənə ədədim var idi və hər ədəddə 2 vahid artırdı. 2 vahid artırdı. Ümumi nə qədər artmalıdır bu cəm? 10. Bunları cəmləyib, sonra bunları cəmləsəz aradakı fərqin 10 olduğunu görəcəksiniz. Qeyri-adi bir şey yoxdur zaten. Bir də əsas məsələ biraz diqqətli olması, onluqları mərtəbəsində 4 vahid azaldılır. Burada 5 vurulsun 4 yazmısan artıq. Niyə? Çünki söhbət onluqlar mərtəbəsindən gedir. Misal üçün 47-ni, yox 47 yazmır. 87-ni onluqlar mərtəbəsində 4 vahid azaltsan, olur 47. Gör nə qədər azaldı? 40 vahid azaldı. Söhbət onluqlar mərtəbəsinə getdiyinə görə, yəni 1 onluq azalsa 10, 2 onluq azalsa 20, 3 onluq azalsa 30, 4 onluq azaldığına görə, 4 vahid azaldığına görə 40 vahid aşağı düşmüş olur. Bir dənəsi 40 vahid düşürsə, burada neçə dənə ədəd var idi? 5 dənə ədəd var idi. Ona görə 5-i vurursan 40-a, eləyir nə qədər? 200. Deməli, ümumi olaraq təhliklər mərtəbəsi 2 vahid artırılır deyə 10 vahid ümumi cəm artır. Ümumi cəm 10 vahid artır. 200 vahid isə aşağı düşür. Deməli, 1250 ümumi cəmimiz idi. 10 vahid artdı, oldu 1260 və 200 vahid də düşdü aşağı. Niyə? Çünki onluqlar mərtəbəsi 4 vahid azaldılır damısından. 1200-dən də 1260-dan da 200-ü çıxırsan, eləyir nə qədər? 1060. Artıq yeni olan rəqəmlərin, ədədlərin cəmi 1060 eləmir, 1060-ı vermiş olur. Amma məndən soruşur bu 1060-ın yeni ədəd orta nə qədərdir? 1250-ni 5-ə bölüb 250 alırsa, indi yeni hesablamalardan sonra 1060-ı böləcəksən 5-ə, tapacaqsan ki, yeni ədədi ortan neçədir? Onun içərisində 2 dəfə çıx 10, 6 endirdik, 1 dəfə çıx 5, 1, 12, 212. Deməli, yeni ədədi ortamız 212 imiş. Təhliklər mərtəbəsinə xüsusi diqqət, onluqlar mərtəbəsinə ayrı bir diqqət edirsən ki, burada bir qarışıqlıq yaranmasın. Artır dediyə artırdıq, azalt dediyə azaltdıq və nəticəmiz də tapmış olduq. Bir düz xətt üzərində 3 qutuya yazılan müsbət tam ədədlərin hansı 3240-dır. Yəni, bu hissə x vurulsun 45 vurulsun y bərabər 3240-dır. Yenə bu hissə vurulsun 45 vurulsun bu hissə 3240-dır. Və yaxud da ki, bu hissə vurulsun 45 vurulsun bu hissə yenə 1200 nə idi? 3240-dır. Hamısını o formada hasili 3240 eləmiş olur.
Qutulardakı ədədlər bir-birinə fərqli olduğuna görə 45 ədədinin ətrafında bu 8 ədədin cəmi ən çox neçə olar? Söhbət kənardakı ədədlərdən getdiyinə görə mən nə edəcəm? Ümumi hamısına görürəm ki 45 var, düzdür? 3240-ı böləcəksən 45-ə. Deməli 324-ün içərisində neçə dəfə var? 7 dəfə çıx 5-in. 7 dəfə 5-in 35, 5 yazıram 3 yadda 28 31. 14-dən 5 çıxsam 9, elə heç nə 9, burada yazılır 72. Deməli mən 3240-ı 45-ə bölməklə nəyi tapmış oldum? Onu tapmış oldum ki, buradakı 2 ədədin hasili 72-dir. Bu ikisinin hasili yenə 72-dir. Bu ikisi yenə 72, bu ikisi yenə 72. Niyə 72-dir? Çünki onlar 72 eləməlidir ki, 45-ə də vurum 3240-ı əldə eləmiş olum. 72-ni yazandan sonra buradan nə olmalıdır? 72-dən sonra deməli 72-ni tapandan sonra iki xanadakı ədədlərin hasilinin 72 olduğunu düşünməlisən. Və söhbət də ən çox neçə ədəd yazıla bilər dediyinə görə, baxın, bu 8 ədədin cəmi ən çox neçə ola bilər dediyinə görə 72-nin bölənlərini yazmalısan. Olur 36 ilə 2. Neçə cüt var? 1. Belə yazım, daha yaxşı başa düşün. 1 cüt. Bu 2 cüt. Rəngdəki oxunmur, belə yazaq. Bu 2-ci cüt. Bu 3-cü cüt. Bu da 4-cü cüt. 4 dənə lazımdır mənə. 36 ilə 2. Daha sonra biri qaldı. 72 ilə 1 də yazaq. Çünki 72 də böyük qiymətdə. 72 ilə 1, 36 ilə 2, 3 ilə 24, 4 ilə də 18. Davamı gələr 6 ilə 12, 8 ilə 9. Amma onlar mənə lazım deyil. Çünki ən çoxu neçə olar dediyinə görə bu cəmləri hesablamalıyam. 73, 38, 27, bir də 18-dən 4-dən 22. Bunları toplayıram və cavabı tapmış oluram. 73-dən 38 edir 111, 111, 49 da buradan gəlir, 160 cavab zoruna A variantı. Yəni bu hissələrə kənarda tapdığımız qiymətləri yaza bilərik. Tutaq ki, bura 72, burada 1 yazırsan, 72 vurulsun, 45 vurulsun 1, 3240-ı verir. Və yaxud da ki, bura 36 yazırsan, burada 2 yazırsan. 36 vurulsun, 45 vurulsun 2, 3240-ı verir. Bizdən də onu soruşurdu ki, bu 8 ədəddən ən çox cəmi neçə olar? 160 olar. 3 eyni ölçüdə şəffaf şüşə lövhə 1-2-3 üzərinə boya ilə vurulub. Sonra bu lövhələri aşağı kimi üstə qoymaqla yeni naxışlar əldə edilib. Yadda saxlayırsınız ki, burada sizdən nəyi soruşursa, onun olmadığı hissəyə baxırsınız. Biraz qəribə gəldi cümlə. Sizdən nəyi soruşursa, onun olmadığı hissəyə baxmalısan. Niyə? Baxın, məndən nəyi soruşur? Məndən soruşur ki, birinci lövhə üzərində. Birinci lövhəni soruşursa, birinci lövhənin olduğu hissə yox, onun olmadığı hissəyə baxırsan ki, hansı bəzəklər varsa, belə deyək, naxışlar varsa, onun variantlardan çıxasan. Məntiqlə düşünün də. Əgər burada 2 və 3 yazılsa, bu nə deməkdir? Ya 2-nin komponentidir, ya da 3-ün komponentidir. Düzdürmü? Ona görə variantlarda həmin hissələri, həmin naxışları görən kimi çıxırsan. Məsəl üçün, A bəndini anında çıxıram. Niyə? Çünki bu hissələr 2 ilə 3-ün hissələrdir. Ya 2-nin deyə üçün mənə maraqlı deyil, 2-nin yoxsa 3-ündür. Amma bilirəm ki, 1-in deyil də. Mən fokuslanmışam nəyə? Nəyə baxıram? Bu hissəyə. 2 ilə 3-ün olduğuna görə A bəndini çıxırsan. Orta bir dairəni görürsünüz. Bu dairə ya 2-nindir, ya 3-ündür. Bu 1-in ola bilməz deyib C bəndində çıxırsan, D bəndində çıxırsan. Qalır B bəndindən Y bəndi. Bir də ki, yenə 2 ilə 3-ün olduğu hissədə görürsən X var. Bax, bu X ya 2-nindir, ya 3-ündür. Bu 1-in olsa 2 ilə 3-ün birləşməsindən nə gəzir? Ona görə B bəndində çıxardırsan, cavab qarinə Y variantı. Həqiqətən Y bəndindəki bax, bu küncdəki qaralar görürsünüz, yoxdur 2 ilə 3-dür. Amma burada 1-in olduğu yerlərdə var. Deməli, məndən hansı lövhəni soruşursa, onun olmadığı lövhəyə baxıb variantları ona əsasən çıxmaq lazımdır. Arif 1-dən 1000-ə qədər bütün ədədləri ardıcıl olaraq yazmaq qərarına gəlir. 1, 2, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15 bu formada gedir. Yazdığı düzülüşdə ilk dəfə 635 ədədini gördükdə o vaxtının çatmayacağını anladı və ardıcıllığı dayandırdı. Arif ümumilikdə neçə dəfə 8 rəqəmdən istifadə etmişdir? Birincisi, bu misalın sadə formalarında nəyi soruşur? Deyir ki, 1-dən 150-yə qədər neçə dəfə 8 rəqəmdən istifadə olunub. 1-dən misal üçün 200-ə qədər neçə dəfə 3 rəqəmdən istifadə olunub və s. Bu formada soruşur. Bu misalın sadə formalarının əlində yadda saxlayırsınız ki, qayda olaraq 1-100 aralığında, daha dəqiq olsun deyə yazaq, 1,99, yəni hər yüzlükdə hər rəqəmdən 0 istisna olmaq şərti ilə 20 dəfə istifadə olunur. Yəni 1,99 aralığında 1-dən 20 dəfə istifadə olunub, 3-dən 20 dəfə, 5-dən 20 dəfə,
6-dan 20 dəfə. Yəni bütün, yəni 1 və 9 aralığında olan bütün rəqəmlərdən hər yüzlükdə 20 dəfə istifadə olunur. Yəni bu 100 199 aralığında keçərlidir. 200 299 aralığında keçərlidir. 300 399 bu formada gedir. 1000-ə qədər bu formada gedir. Yəni hər yüzlükdə 1000-dən sonra da 1000 1100 peki o hissələrə qədər gedib çıxmır. Ona görə deməyə ehtiyac yoxdur. Hə, deməli bizdən nəyi soruşur? 635 ədədini. Bəzən, yəni bu misalı dərk edəndən sonra, yəni qaydasını tutandan sonra 635 ədədini gördüyə dediyinə görə deyirlər ki, müəllim, yəqin bu bizdən soruşur ki, 1-dən 635-ə qədər neçə dəfə 8-dən istifadə olunub. Xeyr, əzizlər. Bunu sorsaydı elə birbaşa yazardı ki, 1-dən 635-ə qədər rəqəmlər yazılıb, burada neçə dəfə 8-dən istifadə olunub. Niyə bu qədər şərt uzadırdı ki? Bu 1 2 4 5 6 7 8 9 yanaşı yazmağa nəyə yazırdı ki? Əgər 635 düşünsəm, deyəcəksiniz ki, 1.99 aralığında 20 dəfə istifadə olunub 8-dən, sonra 100 199-da 20 dəfə, 200 299 yenə 20, 300 399 yenə 20, 400 499 yenə 20, 500 599 yenə 20. 120 dənə buradan gəldi. Sonra 608, 618, 628 3 dənə də buradan gəldi. Elədi 123. Cavab oldu C variantı. Xeyr əzizlər, yadda saxlayın. Burada bir məntiqi hissə var. Məntiqi hissə nədən ibarətdir? Fikir verin, deyir ki, yazdığı düzülüşdə ilk dəfə 635 ədədini gördükdə o vaxtın çatmayacağını anladı və ardıcılığı dayandırdı. 635 ədədini gördükdə deyir. Yanaşı yazmaq deyir. Deməli, avtomatik düşünməlisən ki, mən hansı ədədləri yanaşı yazanda həmin hissədə 635 ortaya çıxmış olur. Gəlin göstərim. 356, 357, 358 davamını gətirmirəm. Bunda əvvəldə var təbii ki. Diqqətlə baxsaz 356, yəni bunu çaşdırmaq üçün bunu silim lap istəyirsiniz. 356 və 357 rəqəmlərini, daha doğrusu ədədlərini yazanda yanaşı yazır, daxil sənə nümunə göstərir. Yanaşı yazanda baxın orada 635 ədədini görürəm mən. Və şərtdə də onu deyir də sənə ki, yazdığı düşdə ilk dəfə 635 ədədini gördükdə 635 ədədini gördüm deyə, deməli mən bilirəm ki, 357-də o nə edibdir? Ardıcılığı dayandırıbdır. Mən 1-dən 635-ə qədər yox, 1-dən 357-yə qədər neçə dəfə 8-dən istifadə olunub, onu hesablamalıyam. Deyirəm 1.99 aralığında 20 dəfə istifadə olunub, sonra 199 aralığında yenə 20 dəfə istifadə olunub, sonra 199 200 aralığında 199 200 nə idi? 199 da doğrusu, sonra 200-299 aralığında yenə 20 dəfə. Nədən istifadə olunub? 8-dən istifadə olunub. Cavab 300-ə çatdım, düzdür? İndi 300-dən 357-yə qədər də hansılarda əllə saya bilərik. 308, 318, 328, 338 və 348. 5 dənə də buradan gəldi. Deməli 20, 40, 60 və 65. Deməli ilk dəfə 635 ədədini gördükdə söhbət 635-ə qədər gəlməkdən getmir. Onu izah eləmiş oldum. Təkrarlamıram bir də. Bu hissədə onu izah elədik. 635 ədədini görmək üçün 357-yə qədər yazmağı kifayət elədi. Bundan aşağıda da heç vaxt 635 ədədini yarada bilməzsiniz. İlk dəfə 356 və 357 rəqəm ədədləri yanaşı yazılanda görmək mümkün olur. Bu da belə maraqlı bir sual. 11-ci sualda çox mükəmməl suallardandır. Diqqətlə qulaq asın. Deyir ki, arşın malçı ölçü aparmaqdan ötürü ustaya 50 santimetrlik taxta xətkeş sifariş verir. Usta isə yanlışlıqla 50 santimetr əvəzinə 40 santimetr uzunluğunda xətkeş hazırlayır. Vay vay. Arşın malçı eni 2 metr uzunluğunda, uzunluğu 8 metr olan parçanı ölçərək hər kvadrat metrinə görə 5 manat pul alır. Arşın malçı müştərilərdən neçə manat çox pul aldı? Biz duruxarsız ki, müəllim, niyə çox pul alsın ki? Deməli, söhbət nədən gedir? Mən ustaya sifariş verirəm, 50 santimetr mənə bir taxta hazırla. Usta gözünə döndüyümdə nə edir? 40 santimetr yazır. Mən yazıqda xəbərim yoxdur. Gələn parçanı ölçəndə neçədən hesablayıram? 50 santimetrdən hesablayıram. Birincisi, arşın malçının əlində olan parçanın eni və uzunluğu verilmişdir. Gəlirsiniz onu yazırsınız bura. 2 endir, 8 uzunluqdur. Mən bunun hər kvadrat metrini dediyinə görə nə etməliyəm? 2-ni vurmalıyam 8-ə. Eləcə neçə? 16 kvadrat metr. Deməli, arşın malçının hal-hazırda 16 kvadrat metr parçası var. Hər kvadrat metr neçə manatdan satır? 5 manatdan. Mən demirəm, şərt də deyir onu. 16-nı vurursan 5-ə, çünki 16 kvadrat metr idi və hər kvadratda 5 manatdandır. Eləyir nə qədər? 80 manat. Deməli,
Arşın malçı normalda 80 manat pul əldə eləməlidir. Amma və lakin o səhvə yol verir. Amma əslində onun səhvi deyil də, ustanın səhvidir. Səhv necə yaranır? Baxın indi deyim sizə. 2 metrlik bir parça var. Usta buna neçə santimetrlik xətt çəkib veribdir? 40 santimetrlik. Normal olaraq mən bu 200 santimetr, 2 metr 200 santimetr da düzdür. Eni hesablayanda 200-ü bölsəm 40-a neçədir? 5. Deməli 5 dəfə bu bir-birini qatlamış olacaq. Yəni arşın malçının taxtanı necə qatladığını yəni təsəvvür edə bilirsiniz də. Yəni mən bu hissəni ölçəndə mən deməyək arşın malçı deyək. Arşın malçı bu eni ölçəndə xəttkeşindən hesablayır. Deyir bu 1, bu 2, bu 3, bu 4, bu da 5. Baxır ki 5 dənə hissə var. Bu yazıq hardan bilsin ki əlindəki xətkeş 40 santimetrlikdir. Bu elə bilir ki bunun əlindəki 50 santimetrlikdir. Ona görə burada 50 deyir, burada 50 deyir, burada 50 deyir, burada 50 deyir, burada 50 deyir. Hə, 2 metr uzunluğunda olan parçanı amma bu hesabladı oldu 5 dəfə 50, 2 metr 50 santimetr. Deməli, neynədir? Parça buradan 50 santimetr uzandı. Axı, hər dəfə 10 santimetr uzanırdı, 5 kəsimində 50 santimetr eləmiş olur. Keçirik bu dəfə uzunluq hissəsinə. Uzunluq nə qədərdir? 8 metr. Yəni 8 metr nə qədərdir? Santimetrə çevirəndə 800 santimetr. Deməli 800 santimetri normal olaraq əlindəki 40 santimetr olduğuna görə bölürəm 40-a. 840-a bölünsəydi 20. Deməli, arşın malçı əlindəki 40 santimetr ilə ölçür. Baxır görür ki burada 40 dənə 40 nə idi? Baxır görür ki burada 20 dənə xətt, yəni 20 rulon belə deyək, 20 parça var burada. 20 dənə xəttkeş uzunluğunda parça var. Bu yazıq elə bilir ki, əlindəki xətkeş 50 santimetrlikdir. Ona görə bu 20 dənə topanı, 20 dənə fırlamışdı axı belə-belə. Əlimlə göstərəm, amma siz görmürsünüz. Hə, deməli 20 dənə vurursan neçəyə? 50-yə. Özü beynində vurur 50-yə. Niyə? Çünki deyir, mən ustaya 50 santimetr vermişəm. Elə bir ki, 50 santimetrdir. Bu doğru nə qədər? 1000 santimetr. Yəni 10 metr. Hə, bax, deməli, bayaqlarım mənə demişdi ki, 2-in 8-ə bir parça var. Bu konkret olaraq 2-in 8 olan bilmir də, 2-in 8-dədir. İndi arşın malçı 2-in 8-ə parçanı ölçəndə ustanın elədiyi xətaya görə hər dəfə ölçüdə 10 sm, 10 sm artıra gedir və yaxud da ki, ümumiləşdirsək belə götürərik ki, 8 metr yol olan parça getdi oldu 10 metr, 2 metr en olmalı getdi oldu 2 metr 50 sm. İndi bunun kvadratını hesablayanda nə edirsən? Yəni en uzuna vursan 2,5-i 10-a vuranda elə nə qədər? 25 kvadrat metr. 25 kvadrat metrin hərəsində 5 manatdan, hər kvadrat metrində 5 manatdan hesablayanda elə nə qədər? 125 manat. 125 manat əldə edir. Normalda 80 manat qazanmalıydı, amma indi qazandı 125 manat. Elə ona görə də səndən şərtdə soruşurdu ki, arşın malçı müştərilərdən neçə manat çox pul aldı? 45 manat çox pul aldı. Hardan bildim? 125-dən də çıxırsan 80-ni, tapırsan ki, 45 manat bu çox pul alıbdır. Yenə də deyirik, bu arşın malçının günahı deyil, ustanın günahıdır. Arşın malçı əlindəki xətişi 50 sm olduğunu nəzərə tutduğuna görə belə bir vəziyyət yaranmış olur. Elə misalın da məğzi canı ondan ibarət idi. Gəldik 12-ci suala. Bu tip suallarda da yadda sarsınız, həmişə bir qanun uyğunluq tapması. Yoxsa durub burada 10-un 10-a qədər, 10 şəklə qədər çəkə-çəkə gedəsi deyilsiz, mümkün də deyil, vaxt aparmaq baxımından belə deyə bilərik. 10-cu şəkildə deməli bir qanun uyğunluq məndən nə istəyir? Rənglənməmiş kvadratları. Baxıram ki, burada 3-ün 3-ə 1 kvadratda 9 dənə balaca kvadratlar var, düzdür? O 9 dənənin 8-i rənglənməmişdi, biri rənglənmişdi. 4-ün 4-ü də yenə 16 dənə kvadrat var. 16 dənə kvadratın 12-si rənglənməmişdi, 4-ü rənglənmişdi. Daha sonra yenə də burada 5-in 5 olanlarda 25 dənə kvadratın neçəsi? 16-sı rənglənməmişdi, 9-u rənglənmiş nədir? Kvadratlardır. Bu formada gedir, amma bir-bir təbii ki, bunları hamısını yaza-yaza getməyə ehtiyac yoxdur. Bir qanun uyğunluq çıxartmaq lazımdır. Qanun uyğunluq nədən ibarətdir? Baxın, bu 8-i almaq üçün nə edirəm? Mən bilirəm ki, bu 3-ün 3-ədir, düzdür? Ona deyirəm ki, 3-ün kvadratı çıxılsın, bu rənglinin kvadratı. 1-in kvadratı bərabər edirsə 8. Burada 4-ün 4-ə idi, düzdür? Ümumi 4-ün 4-ə deyək 4 kvadratı çıxılsın rəngli hissənin kvadratı. 4-ün kvadratı edir 16, 2-in kvadratı 4. 4-ün kvadratından 2-in kvadratını çıxanda neçə edir? 12. Gördünüz, burada 12-ni aldıq.
İndi burada fikir verin. 5-in 5-ədir, düzdür? Cavabı 16 alacağız. Baxın, 5-in 5-ədirsə, 5 dəfə 5-in edir, yəni belə yazım daha başa düşün. 5-in kvadratı çıxılsın 1, 2, 3-ün 3-ədir, düzdür? 3-ün kvadratı. O da bərabər 25 çıxılsın 9, eləyir neçə? 16. Bu formada gedir. Təbii ki, 10-cuya qədər hamısını bir-bir yazmağa ehtiyac varmı? Təbii ki, ehtiyac yoxdur. Bəs necə eləyəcəm? Baxıram ki, birinci yerdə duran neçədən başladı? 3-ün 3-ədən başladı. Baxın, özündən kifayət çoxdur. İkinci yerdə duran, baxın, 2, orada 4-ün 4-ədir. 3, 5-in 5-ədir. Birinci yerdə duran 3-ün, ikinci yerdə duran 4-ün, 5-ci yerdə duran, daha doğrusu 3-cü yerdə duran 5-in. Hamısının arasında neçə fərq var? 2 fərq var. Buradan artıq tutursan ki, 10-cu şəkil dediyində 12-nin 12-yə bir kvadrat olmuş olacaq. 12-nin 12-yə. Ona görə yazsan 12 çıxılsın. Birinci yerdə deyə 1-in kvadratı, ikinci yerdə deyə 2-nin kvadratı, üçüncü yerdə deyə 3-ün kvadratı. Bu formada gedir rənglilər. Onda 10-cu yerdə nə olacaq? 10-un kvadratı. Deməli, misalımız nə olur? 12-nin kvadratı çıxılsın. 10-un kvadratı da bərabərdir. 144 çıxılsın. 100 bərabərdir 44. Cavabımız olacaq hansı variant? D variantı 44. Niyə 12 yazdım? Çünki birinci yerdə duran 3-ün 3-ə idi. İkinci yerdə duran 4-ün 4-ə idi. Üçüncü yerdə duran 5-in 5-ə idi. Hamısının arasında nə fərq var? 2 fərq var. Onda 10-cu yerdə duran da 12 ilə hesablanmalıdır. Bəs niyə 10-un kvadratını çıxdım? Çünki rənglənmişlərin kvadratı düzdür. 1-dədir 1-in kvadratı, 2-də 2-in kvadratı, 3-də 3-ün kvadratı, 4-də 4-ün kvadratı, 10-da da normal olaraq 10-un kvadratı rənglənmiş olacaq deyə bu formada hesablama aparmış olduq. Yusif dostlarına satmaq üçün bir ədədi 5 manata 17 ədəd top alır. 17 vurulsun 5 bərabərdir. 50, 35, 85 manat pul xərcləyir. Toplara hava vurarkən 5-i partlayır. Yusif bu topların sayəsindən 500 qəpik kar əldə etmək istəyir. 500 qəpik deyir. Düzdür, bizə cavabı qəpikdən istəyir deyə bunu qəpiyə çevirmək lazımdır. Olur nə qədər? Təbii ki, 1 manatın 100 qəpik olduğuna görə 8500 qəpik. 85 manat nədir? 8500 qəpik. Nə etməlidir bu? 500 qəpik kar əldə etməlidir. Kar əldə etmək nə deməkdir? Yəni qazanc əldə etmək deməkdir. 8500 xərcləmişdi. 8500-ün üstündən 500-ə gəlirəm elə nə qədər? 9000 qəpik. Deməli bu ümumilikdə 9000 qəpik əldə etməlidir ki, 500 qəpik də bunun karı olmuş olsun. Yəni 5 manat qabağa düşmüş olsun. Amma topları hava vuranda 5 dənəsi partlayır. Neçə top var idi? 17 top var idi. Çıxırsan 15 dənəsini, qalır əlində 12 dənəsi. Bu dəfə işlər dəyişir. Bu biraz da qiymətini bahalaşdırmalıdır ki, gəlsin o 9000 qəpik məbləğini əldə eləmiş olsun. Ona görə əldə olan 12 topu ümumi satışdan 9000 qəpik əldə eləməlidir. Buradan nə başa düşürsünüz? Birinin qiymət tapmaq üçün nə etməliyəm? 9000 qəpiyi bölməliyəm 12-yə. O da bərabər, yəni 12-dən tapaq ki, hər bir topun qiymətini tapım. O da eləyir neçə? 90 içində 7, 84, 75, 750. Deməli 750 qəpiyə satmalıdır. Cavabımız nə? Avayn. Bir topu 750 qəpiyə satmalıdır ki, əlində qalan 12 topun hamısı 12 750-yə vuranda 9000 qəpik eləsin. O 9000 qəpik də xərclədiyi 8500 qəpikdən həqiqətən 500 qəpik daha çoxdur. Çünki mənim 500 qəpik qazancım olmalıdır. O qazancı əldə etmək üçün də bu qiymətə satmalıdır. 5 manata almışdı. 7 manat 50 qəpikdən də satmalıdır ki, ümumilikdə 5 manatda bunun xeyri olmuş olsun. Gəldik 14-cü suala. Sara cədvəlin boş xanalarını doldurur. O cədvəlin ilk 3 xanasında yerləşən ədədin cəminin 100, 3 orta xanasında yerləşən ədədlərin cəminin 200 və son 3 xanasında yerləşən ədədlərin cəmi isə 300 olmasını istəyir. Buraya yazsan x, buraya yazsan y, burada yazsan z. İlk 3 ədədin fikir versinizsə, ədədin cəmi 100 olmasını istəyir. İlk 3 ədəd hansıdır? 10, x, y. 100 olması üçün 10 var. Yerdəkilərin nəticə olması lazımdır? 90 olması lazımdır. Ona görə kənardan yazsan ki, x plus y bərabər nəyə? 90-a. Daha sonra 3 orta xanasına yerləşən ədədin cəmi 200 olsun deyir. 3 orta xana x, y, z-dir. Heç biri məlum deyil deyələ birbaşa yazsan x plus y plus z bərabər nəyə? 200-ə. Bu da oldu orta hissələr. Və son 3, yəni söhbət bu hissədən gedir. Son 3 xanasına yerləşən ədədlərin cəmi isə 300 olmasını istəyir. Yəni y plus z bərabər nəyə? 170-ə. Amma bunu hardan tapdınız? Deyir ki, 3-ü 1, 2, 3. 300 eləsin. 300-dən 130-u var da. 130-un çıxırsan, yerdə qar neçəsi? 170. Ona görə y plus z cəmi birbaşa yazdım ki, 170 olmalı. Bundan sonra əvəz etmə üsuluna gedirsən, qəşəng-qəşəng də tapmış olursan.
X, Y cəmi neçədir? X, Y cəmi 90-dır. Gətirsən, bax, buradakı X, Y cəminin yerinə qəşək 90 yazırsan. Olur 90 plus Z bərabərdir 200-ə. Z buradan nəyə bərabərdir? 110-a bərabərdir. Всё, birini tapdınsa, digərləri sonrakıda tapılır. Z 110-dursa, məndən nə istəyirdi? Ortada. Всё, Y tapa bilərsən. Son üçünün cəmi neçə olmalıydı? Son üçünün cəmi 300 olmalıydı. 110 bu. 130 da bu. Gələn təsədim. 110 ilə 130-un cəmi isə 240. 3 ilə tapmaq üçün neçə lazımdır? 60 lazımdır. Buraya yazsan qəşək 60 deməli. Cavabımız oldu nə? 60. Gəlin davamını da gətirək ki, tam təsdiqlənmiş olsun. İlk 3 ədədin cəmi neçə olmalıydı? İlk 3 ədədin cəmi 100. Yəni ilk 3 ədəd budur. 10, 60 və x. 70 var. Nəyə ehtiyacım var? 30-a. Burada olur 30. Orta üçlünün cəmi neçə olmalıydı? Artıq tapmışıq da, düzdür. Görək, düzdürmü? 200 olmalıdır. Həqiqətən 30, 60 və 110-un cəmi 200 vermiş olur. Orta isə yazan ədəd neçə oldu? 60. Belə bir qeyri-aşkar operator sualı var. Qalan uyğunluğu müəyyən edin və suala uyğun cavablarını tapın. Biraz çətin ağla gələ bilər. Üsul deyim, yadda saxlayın. 1 ilə 5-in cəmi 6 eləyir. 3 ilə 1-in fərqi 2 eləyir. 6 dəfə 2, 12. 2 ilə 4-ün cəmi 6-dır. 7 ilə 1-in fərqi 6-dır. Yəni birinci tərəfdəki, birinci sütundakıların cəmi ikinci sütundakı rəqəmlərinin, ədədin rəqəmləri cəmindən söhbət gedir. Rəqəmləri fərqindən söhbət gedir. 6. Sonra da bir-birinə vursan edir 36. İndi 7 ilə ki, yəni birinci sütunda olduğunca buna nə etməliyəm? Toplamalıyam, eləyir 9. 4 ilə 0-a çıxmalıyam. Çünki ikinci sütundur. Buna da çıxılır 4. Və bundan sonra hasını tapıram. 9 və 4-dən eləyir 36. Qeyri-aşkar operatorların məzmunundan ibarətdir ki, özün üsul olaraq tapasan ki, neynəsəm bu qiymətləri almış olaram. Hamısında uyğun cavab olmalıdır. Tərəzilər mövzusuna aid bir sual var. Sualın həcmi çox böyük görsənir, amma çox rahat və sadə şəkildə həll olunacaq misallardan biridir. Sadəcə diqqətli olmaq lazımdır və həcmi böyük suallardan əsla və əsla qorxmaq olmaz. Tərəzilər hər iki tərəfdə olan çəki daşları və cismlər tarazda saxlanılıb. A cismi 4 çəki daşı ilə, B cismi isə 5 çəki daşının tarazlıqları tutulub. Əlimizdə 1, yəni bu 8 dənə çəki daşı var. Deyir ki, A və B cisimlərinin, gəlin A-nın çəkisini tapaq. Qeyri-adi bir şey yoxdur. 9, 3 da bu. 12, 15, 16 budur. Elədir 16. 9, 9, 18, 21, 24, 25 də budur. Ümumilikdə cəm nə qədərdir? Cəm 41-dir. Mən tərəzinin sol gözündə 41 kiloqramlıq çəki daşları var. Məndən soruşur ki, A və B cisimlərinin birlikdə çəkiləri, yəni 41 kiloqramı tarazlaşdıra bilmək üçün tərəzinin boş gözündə qoyulacaq çəki daşlarının sayı ən az neçə olmalıdır? Ən azdan söhbət gedir deyə mən minimuma yönəlməliyəm. Deyirəm ki, əlimizdə olan çəki daşlarda bunlar da özümüzdən isə yazmırıq. 27 kiloqramı verdim, bir dənə 27 verim. Axı bu olur 54. 27-dən 27-də 54 lazım deyil, mənə 41 lazım deməli. Sadəcə bir dənə 27-dən istifadə edə bilərsən. Sonra deyirəm ki, ən az söhbət etsə onda 9 yazım, gəlsin 41-ə çatsın. Amma baxıram ki, 27 və 9 cəmləyəndə 41-i aşan bir ədəd alınmış olur. Ona görə 9-dan da istifadə edirəm. Yəni ikisindən istifadə edirəm, birindən istifadə edirəm. 27, 9. Daha sonra 3-dən 3-ü yazıram ki, bəlkə 41 elədi. Amma baxıram ki, 27, 9, 36, 39, 42 elədi. 41 eləmədi axı. Ona görə buradan 3-ün birini silirsən, yerdə qalır nə? 1 və 1. Həqiqətən bu 1-dən istifadə eləsəm 27, 9, 36, 39, 40, 41 cəmini almış olaram. Yəni A və B cisimlərinin birlikdə çəkilərini tarazlaşdıra bilmək üçün minimum, yəni ən azı neçə dənə daşdan istifadə etməliyəm? 5 dənə daşdan istifadə etməliyəm. Bu 1, bu 2, bu 3, bu 4, bu da 5. 5 çəki daşdan istifadə etməliyəm ki, bu 41 kiloqram çəki daşı tarazlıqda durmuş olsun. Kvadrat şəklində olan bağ sahəsinin tərəfi 120 kvadrat metrdir. 120 metrdir daha doğrusu. Həmin sahəni 3 metrdən bir şəkildəki kimi kvadrat forması sahələrə ayırmaq, hər küncünə gül əkdilər, ayırarıq. Bağ sahəsinə neçə gül əkilmişdir? Deməli, baxın, burada kiçik bir hissəni göstərəm sizə. 15 metrdən tutaq ki. Hər 3 metrdən bildiyinə görə, baxın, bu 3 metr, bu da 3 metr, bu da 3 metr, bu da 3 metr, bu da 3 metr. Baxın, 3, 6, 9, 12, 15 metri yaratmaq üçün mən neçə dənə nöqtədən istifadə edirəm? Məsəl olan odur. 1, 2, 3, 4, 5, 6. Deməli, bunu necə tapa bilərsən ən sadə yolla? 15 bölünsün 3 bərabər edir 5 isə üzərinə gəl 1 bərabərdir 6. 18 olsaydı 18 üstə bölüb ələcəydin 6, üstünə 1 gəldiyin 7. 45 olsaydı 45-i böləcəydin 15, üstünə 1 gəldiyin 16. Yəni, söhbət burada hər nöqtədən, hər dirəkdən getdiyinə görə bayaqların kəsim var idi. İndi bu parçadan söhbət gedir. Yəni, bu hissələri birləşdirmək üçün nöqtələrə diqqət eləmək lazımdır. Yəni, 15 metrik bir hissəni deyərdin ki, 15-i böldümsə elədi 5. Xeyr, gördün, 5 olmadı. Bir dənə də həmişə ondan artıq olur.
15, yəni üstə 1 gəldin 5, daha doğrusu bir gəldin nədir 6. İndi 120 metr n var. 120 metr. Böləcəksən neçəyə? 3-ə. 120 metri 3-ə böləndə neçə eləyir? 40. 40 ilə kifayətlənəcəksənmi? Xeyr. Niyə? Çünki həmişə aldığın cavabın üstəndə nə gəlməlisən? Bir dənə 1 gəlməlisən. Eləməlidir 41. Yəni n də uzun da eyni olduğuna görə 41 belə, 41 də belə. 41 belə, 41 belə nöqtələri var. Hər nöqtəyə də gül əkildiyinə görə olur cavabımız 41 vurulsun 41. Yəni 41-in kvadratı eləyir 1681, cavabımız oldu A variantı. Yəni burada 15-in 15-ə nümunə çəkdim. 15-in 15-ə eləyəndə nə edir burada? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15. Bu formada nöqtələr qoyur hamısına və gül əkilmiş olur. Burada söhbət hər 3 metrdən bir nöqtə qoyulur və hər nöqtədə gül əkildiyinə görə 41 nöqtə belə, 41 nöqtə belədir. Hə, 41 nələ? Yəni 41 belə. Hamısında 41, 41, 41, 41 var olduğuna görə 41-in kvadratı tapılmış olur. Gəldik 18-ci suala. Sudoku sualıdır. Çətin heç bir şey yoxdur. Bəzən diaqonal sözünü yaza bilər, bəzən yazmaya da bilər. Diaqonal yəni həmişə şərt deyil. Amma bu sual üçün keçərlidir. Hər sütun, sətir. Sütun nədir? Sətirləndə bir yəqin ki, bunlar sətirdir. Yuxarıdan aşağıya olan şaqul isə sütundur. Diaqonaldakı bu formada olan 2 dənə diaqonal var. Hər dəfə deyir ki, yalnız hər sətirdə, hər sütunda və hər diaqonalda yalnız bir dəfə 1-2-3-4-dən istifadə olunur. Baxırsan 4-ün 4-ə 1 kvadratsa, deməli sən maksimum 4-ə qədər ədədlərdən istifadə edə bilərsən, ondan yuxarı gedə bilməzsən və ona əsasən də sudokunu həll edirsən. Sudokunun qaydası odur ki, sətir sütunlarda təkrarlanma olmasın. Neçəyə qədərdir? 4-ə qədər. Deməli 1, 2, 3, 4-ü bura yazırsan, yenə 1, 2, 3, 4 bura yazsan, yenə 1, 2, 3, 4, yenə 1, 2, 3, 4. Yazdın hamısını. Eyni qaydada üstün-üstündə baxırsan, təkrarlanma olmadısa, deməli düzgün həll edibsən. İndi burada 1, 3. Baxın, bu üstünə baxıram. 3-cü üstundan söhbət gedir. 1, 3 var. Bu üstunu tamamlamaq üçün hansı ədədlərə ehtiyacın var? Təbii ki, 2 və 4 qiymətlərini. Gətirib 2-ni bura yaza bilərsənmi? Əsla və əsla yaza bilməzsən. Niyə? Çünki 2-ni bura yazsan, toqquşacaq buradakı 2 ilə. Olmaz axı. Hər sətirdə bizdən 2 olmalıdır. Ona görə 100% bura 4-ü yazıb, bura 2-ni yazmalısan ki, toqquşma baş verməsin. Bunu yazandan sonra diaqonala göz gəzdirə bilərsən. Diaqonaldan olmalıdır hamısından 1. 1, 2, 3 var, nə yoxdur? 4 yoxdur. Başqa gətirib 1, 2, 3 yazası deyəsən ki, tamamlamaq lazımdır. Daha sonra, indi burada 2 ilə 4 var, düzdür? Bu sətirdə 2, 4 var, nə yoxdur? 1-dən 3 yoxdur. 1-i bura yaza bilərsənmi? Yox. Çünki təkrarlanacaq qardaşlar. Ona görə bura 3 yazırsan, burada 1 yazırsan. Sonra bunu bu formada yazan. Daha sonra birinci sətrə baxsam, 1, 2 var, nə yoxdur? 3 ilə 4 yoxdur. Bura gətirib 4 yaza bilmərəm. Çünki aşağıda artıq 4 yazmışam. Təkrarlanma olmamalıdır. Bura gətirsən 4 yazırsan, burada yazsan 3-ü. 1, 3, 4 var. Normal olaraq 2 qalıb. Birbaşa yazsan bura 2. Sonra 2, 3 yazılıb, 1-dən 4 yoxdur. 1-i bura yaza bilməzsən. Niyə? Yuxarısına 1 var. Ona görə 1 yazırsan bura, 4 yazırsan bura. 1, 3, 4 var, bura lazımdır 2. 1, 2, 4 var, bura lazımdır 3. Bitdi. İndi istəyirsən sətir üzrə bax, sən sütun üzrə bax, sən diaqonal üzrə bax. Heç bir təkrarlanma yoxdur. Elə məqsədimiz də, qayəmiz də o idi ki, təkrarlanma olmasın. Və məndən nə istəyirdi? AB cəmini A 4-dür, B də 2-dir. 4 plus 2 də bərabər 6 olduğuna görə cavabımız olur D variantı. 19-cu sualda deyir ki, oğlanlar və qızlardan ibarət olan bir qrupdan 5 qız ayrılır və oğlanların sayının qızların sayının nisbəti 3-ün 2 olur. Deməli, bura yazıram. Oğlanlar, o yazaq da bura. Burada yazaq qızlar. Ya da bunları elə birinə x deyirəm, birinə y deyirəm, daha yaxşı olunsun. Və yazıram bura x, burada yazıram y. Deyir ki, oğlan 5 qız gedəndən sonra, y qız idi, düzdür? 5 qız gedəndən sonra oğlanların sayının qızların sayının nisbəti 3-ün 2 oldu. Ona yazsan, belə yazsan, 3-ün 2-yə nisbəti. Daha sonra 6 oğlan qrupdan ayrılır deyir. 6 oğlan qruplarından görə x çıxılsın 6 yazırsan, amma bura təkcə y yazmırsan. Axı 5 nəfər getmişdi, onu da nəzərə almaq lazımdır elə. Y çıxaq 5-i yazırsan ki, 5 nəfər getmiş oldu ümumilikdə. Və onda vəziyyət necə olur, nisbət necə olur? 4-ün 3 olur nisbət. Onda burada yazsan 4-ün 3-ə nisbət. İndi bunları çarpaz olaraq vurub həll eləsən, bunları çarpaz vursan nə edir? Eləyir 2x bərabərdir 3y minus 5-ə. Bunları da çarpaz bir-birinə vursan, birbaşa vurub yazırsan. 3x çıxılsın 18 bərabərdir 4y çıxılsın 20-yə. İndi buradan əvz etmə üsuluna gedə bilərik. Buradan x-i tapaq. X bərabər nəyə? 3y minus 15 bölünsün 2-yə. Gətirirəm aşağıda x-in qiymətini yerinə yazıram. Olur nə? 3 vurulsun. X-in qiyməti nə idi? 2 də 3y minus 15.
çıxılsın 18 bərabərdir 4y çıxılsın 20-yə. Buradan da hər tərəfi 2-yə vurub çox rahatlıqla misalımızı həll eləyə bilərik. Lap bu tərəfə də keçidib sadələşdirə bilərik. Fərqi yoxdur, eyni şeydir. Deməli, yuxarıdakı neçə eləyir? Yazıram bura 9y plus 15 minus 36. 2-yə vurduqda, çünki 2-yə vuranda, yəni bu ümumi bir kəsirdə olduğuna görə orada heç bir şey, yəni 3y vurun 9y, bu 15-dir yoxsa 5-dir? Burada çaşdığınızı eləməyək, 3y plus 15-dir. Diqqətli ola bura yazırıq 45. 9y plus 45 çıxılsın 36. Bərabərdir nəyə? Bərabərdir, hər tərəfi neçə vurduq? 2-yə vurduq. Düzdür? 8y çıxılsın 40-a. İndi buradan 8y bu tərəfə keçəndə olur nə? Y bərabərdir. 45-dən 36 çıxsam eləyər 9. Daha sonra 9 40 bu dəfə keçəndə də eləyər 31. Nəysə hesablama səhv etdik. Baxaq. Bu plus 45 deyil. Mən bunu plus 5 hesablayıb baxıram, plus yazdım. Minus 45-dir. 3x minus 5 isə bu da olur 9y minus 45 minus 36-ya. Deməli, burada 45 ilə 36-nın fərqi eləyir. Mənfi 45-dən 36 çıxanda eləyir mənfi 81. O tərəfə keçəndə də olur neçə? Müsbət 81. Müsbət 81 ilə də mənfi 40-ı hesablayanda toplayanda eləyir neçə? Müsbət 41. Deməli, hesablama əsasına diqqətli olun. Plus 5 kimi görsən də elə plus qaldı, ona görə səhv getdi. 9y minus 45 minus 36. Bura elədir mənfi 81. Bu tərəfdə də çıxılsın 40 var. Yazanda həqiqətən elə yazın ki, tam görsənsin. Səs çaşqın yatmasın, sürəti yazırıq deyə bəzən gözdən qaçır. 81 o tərəfə keçəndə müsbət olur, toplayanda da 41 verilmiş olur. Bizdən nəyi soruşdu? Qızların sayını düzdür. Elə Y-də qızların sayı olduğuna görə cavabımız olur nə? A variantı 41. Oğlanların sayını soruşsa, gətirsən hər hansı bir yerdə burada Y-in yerinə 41 yazsan, burada Y-in yerinə 41 yazsan, ikisinə də eyni cavabı almış olacaqsınız. 20-ci sualda alt sıradakı hər bir ədəd üst sıradakı 2 ədədin cəminə bərabərdir. X-in qiyməti aşağıdakılardan hansıdır deyir. Burada 6 ilə X-in cəmi buranı verirsə, onda bura yazsan nə? X plus 6. X ilə 7-nin cəmi bu xananı verirsə, onda bura olur nə? X plus 7. Daha sonra bu ikisinin cəmi aşağıdan verdiyinə görə olur X plus 17. Bu ikisi də aşağı verdiyinə görə X aşağıdan verdiyinə görə olur nə? 2x plus 13. İndi mən 60-ı tapmaq istəyirəmsə nə edəcəm? Bu ikisinin cəmi 60-a bərabər götürəcəm. O olacaq nə? 2x, x də bu 3x plus 17-nin 13-ün cəmi 30 bərabər nəyə? 60-a. 3x bərabərdir 30-a, x də bərabər nəyə? 10-a. Gətirib həqiqətən də bunun yerinə, x-in yerinə 10 yazıb, sonra davamı yenə gətirsəz, bura olacaq 16, bura olacaq 17, 11, 16, bura olacaq 27, bu hissə olacaq neçə? 33. 27-nin 33-ün cəmi neçə eləyir? 60. Həqiqətən də heç bir problemsiz həll olunmuş oldu. Elektron bir göstəricidə rəqəmləri göstərmək üçün istifadə olunan xətt sayı aşağıda verilmişdir. 12 xəttim var və bundan istifadə edərək qurula biləcək rəqəmləri fərqli ən böyük rəqəmli ədəd neçədir? Baxın, rəqəmləri fərqli ən böyük rəqəmlərdən söhbət gedir. Ən böyük rəqəmdən söhbət gedir, 3 rəqəmdən söhbət gedirsə, onda mən başlayıram hansı rəqəmdən? 9 rəqəmdən başlayıram. Çünki ən böyük 9-dur. Görək alınırmı? Yəni mütləq 9-dan başlayıb belə cavabı da ondan almasında bir şey yoxdur. Alınmasa təbii ki, başqa hissəni hərəkət etməli olacağıq. Amma alınsa nə yaxşı. Mən 9 rəqəmini yazmaq üçün, siz bura keçməmişdən qabaq, yəni bu nə deməkdir? 3 rəqəmini yazmaq istəyirəmsə, 5 dənə xətt lazımdır mənə. 6 rəqəmini yazmaq istəyirəmsə, 6 dənə xətt lazımdır. 8 rəqəmini yazmaq istəyirəmsə, 7 dənə xətt lazımdır mənə. İndi bu onun kimi. Mən ən böyük 3 rəqəmini axtarıram deyə, yazmaq istəyirəm deyə. Birinci 9 rəqəmindən başlayıram. Mənim ədədimin 9-dan başlaması üçün birinci yerə yazdım 9 və bu zaman neçə xəttdən istifadə elədim? 6 dənə xəttdən istifadə elədim. Deməli, mənim əlimdə 12 dənə xətt var idi, özü başlanğıcda verirdi. Onun 6-sını xərclədim nəyə? 9 rəqəmini yazmağa. Əlimdə nə qədər qaldı? 6 dənə xətt qaldı. Düzdür? 8 rəqəmini yarada bilmərəm, çünki 7 xətt lazımdır. Mənə axı əlimdə 7 dənə xətt qalmayıb, 6 dənə xəttim qalıb. Sonra 7 rəqəmini yarada bilərəmmi? Yaza bilərəmmi? Bəli, yaza bilərəm. Çünki 3 dənə xətt istifadə edir. Amma mən buradan 3 dənə xətt istifadə eləsəm, yerdə qalır 3 dənə xətt. Baxıram ki, başqa heç bir rəqəm 3 dənə xəttdən düzəlmir. Yenə 7-dən istifadə eləməliyəm. Onda olur neçə? Cavabımız 977. Variantda da var. Amma axı məndən nə istəyirdi? Rəqəmləri fərqli istəyirdi. Rəqəmləri fərqli istədiyinə görə 977 cavabını qəbul eləmirik. 9-la başlamışıq. Deməli, 7 rəqəmini düzəldə bilmirəm. 6 dənə xəttim var deyə 6-nı düzəldə bilmərəm. Çünki 3-cü rəqəmi düzəltməyə xətt sayı qalmır. 5 düzəltsəm,
5 rəqəmini. Tutaq ki, ikinci yerə 5 yazıram. 5 rəqəmi düzəltmək üçün neçə xəttdən istifadə etməliyəm? 5 dənə xəttdən. Altdan çıxırsan 5-ni qalır bir dənə xəttin. Bir xəttlə hansı rəqəm yazacaqsan? Heç hansını. Ona görə deməli bura 5 də yaza bilməzsən. Bəs 4 necə? 4-ü yaza bilərsən. Mən ikinci rəqəmi 4 düşünürəm. 4 rəqəmi yaratmaq üçün neçə dənə xəttdən istifadə etməlisən? 4 dənə xəttdən. Əlində 6 xəttin qalmışdı. 4 dənə də xəttə çıxsan yerdə qalır. Neçə dənə xətt? 2 dənə xəttin qalıb. O 2 dənə xəttdə də hansı rəqəmi düzəldirsən, təbii ki, baxın burada görürsən 2 dənə xətt sayı, görürsünüz burada yazıb xətt sayı. 2 dənə xəttdə də nə yazsan, hansı rəqəmi düzəldirsən 1 rəqəmini. Burada yazsan 1 rəqəmini. Cavabımız neçə? 941. Yəni ən böyük rəqəmi deyirsə, 999 misal üçün deyirəm. Ya və yaxud da ki, cavablarda gördüyün ən böyük rəqəmi, ədədi yazmalısan deyə bir şey yoxdur. Həmin şərtə uyğun olaraq düzəltməlisən. Burada da həmin yuxarıda 0, 1, 2, 4, 5, 6, 7, 8, 9 rəqəmlərini yaratmaq üçün neçə dənə xəttdən istifadə eləməlisən, onların hamısını aşağıda verir. Bir-bir analiz edirsən və ona uyğun da cavabını tapmış olursan. Və nəhayət sonuncu 22-ci sualı izah edək və bugünkü izahımızı, bu dəfəki izahımızı yekunlaşdırmış olaq. Sentyabr ayının təqvim məsələsinə aid bir sualdır. Sentyabr ayının 3-cü cümə günü ayın 15-nə təsadüf edirsə, həmin ilin iyul ayının 2-ci çərşənbə günü ayın neçəsinə təsadüf edə bilər. Təqvim məsələlərində yadda saxlayıcı nə edirdik? Deməli, bizə nəyi verir? Sentyabr ayının 3-cü cümə günü. Birinci verilənin 3-cü cümədir, 5-ci cümədir, 1-ci cümədir, heç bir önəmi yoxdur. Sentyabr ayının 15-indəyir, düzdür? Yazırsan buradan sentyabr ayının 15-i hansı günə düşür? Cümə gününə düşür. Yazıram bura cümə günü. Həmin ilin iyul ayının 2-ci çərşənbə günü. Deyir ki, iyul ayının 2-ci çərşənbə günü. Mən hardan bilim iyul ayının 2-ci çərşənbə günü ayın neçəsidir, mən oraya yazım. Normalda təqvim məsələlərində verir ki, misal üçün iyulun 5-i bu gündürsə, misal üçün bazar günüdürsə, sentyabrın 9-u ayın neçənci günə düşər. Amma burada görürsünüz iyul ayının hər hansı bir konkret günü verməyib. Ona görə yadda saxlayıcı qayda kimi şərt olaraq qayda deyək. Hər hansısa bir ayın konkret günü soruşulmursa, mən həmin ayın birini tapmalıyam. Niyə birini deyək saymalıyım? İkisini də taparsan, 5-ini də taparsan, 15-ini də taparsan. Məqsəd nədir? Hər hansısa bir günü tapmaq. Sadəcə daha yaxşı yadda qalsın deyə həmin ayın birini tapmağı şərti olaraq qayda kimi yadda saxlayın. Yəni mən iyul ayının 15-ini bilsəm ki, bazardır, bütün günləri taparam. Bilsəm ki, iyul ayının 27-si misal üçün deyirəm, amma bazar ertəsidir. Digər yerdə qalan bütün günlərin hansı günlər olduğunu taparam. Əsas məsələ məğzi nədir? Həmin ayın bir dənə gününü müəyyənləşdirmək. O da ayın biri olsun. Şərt olaraq qayda kimi yadda saxlayın. Hər hansısa bir ayın, burada indi iyul ayıdır, konkret gününü soruşmursa, sən həmin ayın birini tapırsan. Deməli, sentyabrın 15-i cümə günüdürsə, iyulun 1-i hansı günü deyib hesablayırsan. Bunu tapandan sonra işin bitirmi? Xeyr. Ondan sonrası da var hələ. Bu birinci mərhələsidir. Deməli, sentyabrdan iyula getmək üçün irəli gedirsən, yoxsa geri gedərsən. Eyni il daxilində olduğuna görə sentyabrdan geri gedərsən. Sentyabr, geri getsəm hansı ay var? Avqust ayı var, geri getsəm hansı ay var? İyul ayı var. Sentyabr, avqust, iyul olaraq geri getdim. Niyə? Çünki sentyabrın 15-dən iyulun 1-nə getməyim tələb olunur. Misal üçün noyabr desəydə, sentyabr, oktyabr, noyabr irəli gedərdi. Amma indi iyulun 1-ni istəyir, mən geri getməliyəm də. Başqa əlacım varmı? Yox. Sentyabrın 15-i və mən geri gedirəm. 15 gün yaşayıbsan sentyabrdan və avqusta geri getmək üçün neçə gün geri getməlisən? Elə 15 gün geri getməlisən ki, sentyabr ayı yoxa çıxsın. Sonra ortadakı ay həmişə özü yazılır. Avqust 31-dəndir. Yadda saxlayın. 31 gündən ibarət olan, 30 gündən ibarət olan ayları yaxşı yadda saxlamalısınız. İyuldu, avqustdu. 4 dənə ayda 31-dəndir. İyuldu, avqustdu, yanvardı, bir də dekabrdır ki, 31-dəndir. Digər ayların hamısı, daha doğrusu 4 dənə ay 30-dandır, qalanların hamısı 31-dəndir. İyun ayıdır. Daha sonra sentyabr ayıdır, oktyabr, noyabr ayıdır, yanvar, mart, aprel ayıdır. Bu 4 dənə ay var. Baş hərfləri sina eləyir, amma sina ilə başqa aylarda çaşdıra bilərsiniz. Ona görə elə əzbər edin. İyun, sentyabr, noyabr, aprel 30 gündən ibarətdir. Fevral gah 29, gah 30-dur. Gah deyəndə, yəni 4 ildən 1 29-dur. Qalan günlərdə, qalan illərdə 28-dir. Nə vaxt 29 olurdu? 4-ə bölən illərdə, yəni 2000, 2004, 2008, 2012, 2016, 2020 və s. Bunda əlavə bir hissə kimi məlumat kimi dedim. Fikrimizi bura yönəldirik. Sentyabrdan 15-dən qayıdıram iyulun 1-nə. 15 gün buradan geri gedirsən. Avqust 31-dən deyə 31 gün burada gedirsən və 30 gündə geri getməlisən ki, gəlib iyulun 1-nə çatasan. Bunlar cəmləsən neçə eləyir? 6, 3, 3, 1 də eləyir neçə? 7, 76. Bu nə deməkdir? Sentyabrın 15-dən iyulun 1-nə qədər geri gedəndə 76 gün var ortada. 76-nı bölürsən 7-yə.
76 mən 7-yə niyə bölürəm? Çünki bir həftədə 7 gün var. 7-yə bölürsən ki, həmin hissələrdə neçə dəfə təkrarlama var və qalıq nədir onu tapasan. 76-ın 7-yə bölünə neçə edir? 10 dəfə çıx 70, qalıqda qaldı 6. Bu nə deməkdir? 10 dəfə cümə günü təkrarlanır, cümə. Yəni bu gün 5-ci gündürsə 10 həftə sonra yenə cümə gündür, 20 həftə sonra yenə cümə gündür, o formada. Yəni sizə heç vaxt bu tam hissə lazım deyil. Qalan qalığı nə edirsən? Bax, buradakı cümədən əgər geri getmişdinsə çıxırsan, irəli getmişdinsə toplayırsan. Geri getmək, irəli getmək nədir ay müəllim desəz, sentyabr ayından iyul ayına getmək üçün mən geri getdim, yoxsa irəli getdim? Təbii ki, sentyabr, avqust, iyul geri getdim. Geri getdiyimə görə tapdığım qalığı bu gündən çıxmalıyam. Yəni cümədən 6-sını çıxırsan. Cümədən 6-sını çıxmaq nə demək? Yəni 5-ci gün istəsən əllə də çıxa bilərsən. 5-ci gün deyirsən fikrində, 6 gün geri gedirsən. 4, 3, 2, 1, bazar, 6. Gəlir oruna şənbə günü. Yox, riyazi yolla həll eləmək istəyirsənsə, cümə günü neçənci gündür? 5. 5 çıxılsın 6 bərabər neçə? -1. -1 deyə gün var? Yox. Ona görə həftənin günlərinin üzərinə gəlsən 7-ni, eləyir neçə? 6. İstəyirsən əl barmaqlarına hesabla geri get, yenə 6-cı gün tapacaqsan. İstəyirsən riyazi yolla bu formada həll elə, yenə də 6-cı gün olduğunu tapacaqsan. Mənim cavabım budurmu? Xeyr. Sadəcə mən iyul ayının 1-nin şənbə olduğunu tapdım. Məndən nə istəyirdi? Çərşənbə gününü soruşurdu. Deməli, iyulun 1-i şənbə günüdür. 2-si bazar günüdür. 3-ü bazar ertəsidir. 4-ü çərşənbədir. 5-i çərşənbə axşamıdır. Deməli, mənə nə lazım idi? Çərşənbə axşamı, çərşənbə daha doğrusu. Mənə nə lazım idi? Çərşənbə günü. Düzdür? Neçənci çərşənbəsini istəyir? Özü ikinci çərşənbəni. Əgər iyulun 1-i şənbədirsə, onun əsasən günü çox rahatına 2-si bazar, 3-ü bazar ertəsi, 4-ü çərşənbə axşamı, 5-də çərşənbə olduğunu tapdım. Bu birinci çərşənbədir. Bəs ikinci çərşənbə bir həftədən sonra 12-si. Yəni birincisi ayın 5-idirsə, ikincisi 12-sidir, üçüncüsü 19-udur, dördüncüsü isə 26-dır. Bu formada nə edir? Axıra qədər gedir. Birincisini istəsə 1, dördüncüsünü tapırsan. İndi səndən nə istəyir? İkinci çərşənbə günü ayın neçəsinə təsadüf edir? İkinci çərşənbə günü ayın 12-sinə təsadüf edir deyə cavabımız var. Hansı variant? D variantı. Bax belə. Bu da 22-ci sualın izahı. Maksimum dərəcədə sizə faydalı ola bilir sualları seçirəm, izah eləyirəm. Ümid edirəm ki, faydası olmuş olar. Videonun əvvəlində dediyim kimi, sizin üçün sizə maraqlı gələn suallar varsa, Orxan Əli Telegram kanalına göndərə bilərsiniz. Növbəti PDF-lərlə yığanda həmin sualları da PDF-ə daxil edib izahlarını vermiş olaram. Təbii ki, məntiqlə bağlı suallarınızı gözləyirəm, riyaziyyatla bağlı yox. Belə, sizə uğurlar arzulayıram. Möhkəm olun, əzimli olun. İnşallah ki, sonda uğurlu bir nəticə əldə eləmiş olarsınız və valideynlərinizi, müəllimlərinizi sevindirmiş olarsınız. Mən də bu yolda sizə bir kiçicik faydamı toxunduğunu görmüş olaram. Növbəti videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun, hələlik.